Sabahın xeyir Azərbaycan. Gəlin birlikdə maraqlanaq. Tullantıları azaltmaq üçün insanlar adətən nə edirlər? Buna kompleks yanaşmaq lazımdır. Yəni mən nə edirəm, o nə edir deyə baxmamaq lazımdır. Elə bir sistem qurmaq lazımdır ki, onu hamı borclu olaraq etməlidir. Məsələn, mən əzəxşi uşaqlarım var. Adi kağız tullantı olur da məktəblidilər. Biz onu məişət tullantılarının içinə atmırıq. Biz onu ayırırıq, konteynerə atırıq. Uşaqlarım mən bilir ki, bəli bu kağızdır, utilizasiya eləyə bilərik biz bunu. Bunu niyə məişət tullantılarının içinə ataq? Məişət tullantıları az olması üçün mütləq qənaət eləmək lazımdır ki, məişət tullantıları çox olmasın və bir də ki, bu zibil qabları mütləq çox olmalıdır. Əsasən şəhərin mərkəzində bu cəmləşdirilir, amma şəhərdən bir qədər kənarda zibil tullantılarını yığmaq üçün yerlər çox məhduddur. Yəni xüsusilə bir qədər kənar yerlər çox məhduddur və şəxs bilmir zibilə hara atsın. Ona görə məcburdur o da harasa tullasın. Az yeməli. Mən həyət evində yaşayıram. Elə tullantılar var ki, elə orada atıram bağa çürüntü yaratsın orada, torf olsun. Gübrə yaradırsınız. Yandırmağı mümkün olanlarda yandıraram. Məişət tullantıları yeri var da, biz aparıb bura atmaq lazımdır. Yəni ki, bu hər yerdə qoyulur, o məişət tullantısı tullanmaq üçün. Kökdən gəlir. Biz biraz israfçı millətik. Yəni bişirdiyimiz yeməyi də mən özüm evdə də görürəm. Bunu o qədər bişir ki, tutaq ki, bu adamlara çatsın da, artıq bir gündə qalanda yeyilmir axı. Bu çevrilir tullantıya. Bu böyük ziyandır, bu bir problemdir. Bildiniz nə deyirəm? Bu qədəri bilmək, bunu ailədə bilməlidir hamı. Əvvəl onu deyim ki, mən də hesab eləyirəm ki, müasir dövrümüzdə çalışmalıyıq, tullantı az olsun. Alış-veriş edəndə böyük paketlərdə alıram. Az alanda çünki tullantı daha çox olur. Öncədən siyahı yazıb alış-veriş etməyə tərcih edirəm.